Salam əziz dostlar. Türkiyədə qiyabi təhsil almaq istəyən bir tələbə bizə yazır ki, mən Türkiyədə dövlət idarəsi ixtisasını oxusam yaxşı olar, yoxsa biznesin idarə edilməsi ixtisasını? Mənim də həmin tələbəyə cavabım, əziz dostum, hər iki ixtisas da yaxşı ixtisasdır. Hər iki ixtisası da oxuya bilərsən. Əgər sən sırf dövlət qurumlarında işləmək istəyirsənsə, dövlət idarəsi ixtisasını seç. Yox, digər qurumlarda işləmək istəyirsənsə, daha bir geniş sahədə işləmək istəyirsənsə, onda biznesin idarə edilməsi ixtisasını seç. Çünki biznesin idarə edilməsi ixtisasında oxuyan tələbələr bir çox sahələrdə iş tapma imkanına sahibdirlər. Əziz dostlar, bir çoxlarınız dövlət qurumlarında və özəl şirkətlərdə işləyirsiniz. Amma ali təhsil diplomunuz yoxdur. Siz ali təhsil diplomunuzun olmasını istəyirsiniz. Biz bu sahədə sizə kömək edə bilərik. Sadəcə 11-ci sinif atestatınız, əgər texnikum qurtarıbsınızsa, texnikum diplomunuzla bizə yaxınlaşırsınız. Biz Türkiyə, Ərzurum Atatürk Universitetinə sizin qiyabi şəkildə qəbulunuzu alırıq. Və imtahan vaxtları da Türkiyəyə getməyə ehtiyac yoxdur. Bakıda imtahanlarınızı verə bilirsiniz. Və bəzən elə olur ki, imtahan vaxtları iş yerlərindən sizə icazə verilmir. Əslində imtahanlar 6 bazar günləri olur. Və bəzi insanlar da 6 bazar günü işləyirlər. Belə məqamlarda universitet tərəfindən arayış verilir və tələbə həmin arayışı işlədiyi yerə təqdim edərək imtahanda iştirak edə bilir.